Elhamdülillahi Rabbil alemin ve la gıbetu lil muttaqin ve salatu ve selamu ala seyyidina Muhammed khayri halqi Rabbil alemin ve ala alihi ve azvacihi ve ashabihi gurrul meyaminel muhaccelin. Allahümme ahricna min zulumatil vehm ve akrimna binuril fehm ve aftah aleyna bima'rifetil ilmi ve sehhil ahlâgana bil hilm ve cealna mimmen yestemi'unel gavle feyettebi'una ahsana. Allahümme la sehle illa ma cealtehu sehlen ve in şi'te cealte hazne sehlen bi kudretke ya erhamer rahimin. Allahümme erinel hakka hakkan verzugna ittiba'ahu ve erinel batile batilen verzugna iştinabeh. Allahümme Rabbi işreh li sadri ve yessir li emri ve hallugdeten min lisani yefkahu gavli. Emme ba'd. Əzizlər, fıkh dersimizi devam edirik inşallah. Cənazə mövzusunda, cənazə namazı mövzusunda qalmışdıq və qaldığımız yerdən davam edirik. Və dərsə başlamamışdan əvvəl bir daha Allah rızasına, Allah xatirinə, yəni hər dəfə dərsimizdə nə mən istəmərəm, nə hər halda siz istəmirsiniz, aşağı-yuxarı qanqaraçılıq olur. Gəlin bu qanqaraçılıqlara son verək. Gəlin bir-birimizə mane olmağa son verək. Gəlin qardaş olaq. Həmlu cənazə və keyfiyyətihi. Cənazəni daşıma və necə daşınma növü. Həmlul cənazə fardu kifayə bilə xilaf. Cənazənin daşınıb dəfn olunması üçün aparılması farz-ı kifayədir. Üləma bunda ixtilaf eləmədi. Və huvə birrun və taatun və ikramun lil meyyid. Və cənazəni daşımaq birdir, yəni savablı əməldir, taətdir və ölüyə, dünyasını dəyişmiş müsəlmana hörmətdir. Və qalə Şafiiyyə la bəsə bi itba'il muslim cənazətul qaribihil kafir. Li'anna aleyhissalatu vesselam fîmə ravah Əbu Davud əmər Aliyyən radiyallahu anhu ən yuvariyə Əbə Talib. Və İmam Şafii belə bir fətva verdi ki, bir müsəlman olmayan bir qohumunu və yaxud yaxınının cənazəsini müşayiət eləyə bilər, onun cənazəsində iştirak eləyə bilər. Və dəlil olaraq da Resulullah sallallahu aleyhi və səlləmin Həzrət Əliyə öz atasının dəfnində iştirak eləməsini məsləhət görüb buyurmağını göstərir. Və qalu aydan yuhramu həmlu cənazətin alə heyətil muzriyə kəhəmlihi fi qafəh av qirarih cəvalik və nəhvu zəlik və yuhməl alə sərir av luh av mihməl və la xilafə fi ənəhu la yuhməlul cənəzə illə rical səvən əkənəl meyit zəkərən əm untə liənnən nisə yəd'afnə anil həmil və rubbimə inkəşəfə minhünnə şeyun lav həməlnə. Və həmçinin üləma ittifaq elədi ki, əzizlər, cənazə xüsusi bir şəkildə, xüsusi bir vəziyyətdə daşınır və özünün, yəni cənazənin özünün qolundan, qıçından aparmaq və yaxud bu şəkildə aparmaq qəbul olunmur, məqbul deyildir. Cənazə xüsusi bir taxtın üzərində və yaxud bu kimi bir alətin üzərində, lövhənin üzərində daşınması nədir? Lazımdır, sünnətdir. Və həmçinin cənazəni kişilərin daşıyacağı da məqbul olmuş və alimlər tərəfindən yekdilliklə söylənmiş sözdür. Qadınların cənazəni daşıması caiz deyildir. Çünki bir, ona görə ki, qadınlar ola bilər ki, gücü çatmaz. İkinci də daşıyan əsnada qadınların bütün bədəninin övrət məhəlli olmasına görə müəyyən bir məhəlləri açıla bilər ki, bu da məqbul deyildir. وَلِلْفُقَهَا أَرَاءٌ ثَلَاثَ فِي كَيْفِيَّةِ الْحَمْلِ الْمَيِّتِ التَّرْبِيعِ عند الحنفية والحنابلة وما بين العمودين عند الشافعية وعدم ترتيب وضع معين على المشهور عند المالكية. Və cənazənin daşınması fuqaha arasında 3 söz var əzizlər və yayğın olanı Hənbəli və Hənəfi məzhəbi üləmasının görüşüdür. Bu da cənazə dediyimiz və yaxud biz tabut deyirik ona, tabutun 4 tərəfindən daşınmasıdır. Yəni
tabutu dörd tərəfindən 4 nəfər götürür. Bu Həmbəlilərin və Hənəfilərin görüşüdür. Və iki qollu, yəni qolu olan tabutun iki qolunu bir adamın bu şəkildə götürməsi İmam Şafiinin görüşüdür. İmam Malik də necə olursa olsun fərq eləməz deyən alimlərdəndir. Və hamımızın, yəni bildiyimiz kimi, yəni aşağı yuxarı onsuz da hamımız bir cənazənin necə daşındığını görmüşük. Bunu deməkdə, elə bir xüsusi şərh eləməkdə çətinlik yoxdur. Və sadəcə onu demək lazımdır ki, bildiyimiz üzrə cənazə, amma bəzən onu da qeyd edeyim ki, məsələn, zaman-zaman mən məsciddə müşahidə eləyirəm, tələskənlikdənmi, diqqətsizlikdənmi, bəzən cənazəni götürərkən səhiflərə yol verilir. Nədir bu? Birincisi, cənazəni götürən zaman bir nəfər sağ tərəfdən, bir nəfər sol tərəfdən, 2 nəfər öndən, 2 nəfər də arxadan olmaq üzrə 4 nəfərin götürməsi sünnətdir. Və cənazəni daşıyan zaman cənazə tabut dediyimiz şeyin üzərinə arxası üstə uzadılacaq və cənazənin başı önə olacaq, yəni başı irəli aparılacaq. Və xüsusilə bunu vurulamaq istəyirəm, dəfələrlə müşahidə eləmişəm. Cənazə namazına cənazə gətiriləndə baxırsan ki, qardaşlar elə maşından götürdülər, götürdüyü kimi də gətirdi. Cənazənin başının, ayağının öndə, arxada olmasına diqqət yetirilmər bəzən. Olmaz. Maşına qoydum, başı irəli olacaq, yəni başı qabağa olacaq. Maşından çıxardanda bu zərurətdir. İstər-istəməz ayağını irəli gətirməlisən. Maşından çıxartdın, hərrəmək imkanı oldusa, mütləq cənazənin başı öndə getməlidir. Müsəlman cənazəsinin qeyri-müsəlman cənazəsindən fərqlərindən biri budur. Qeyri-müsəlmanlar cənazənin ayaqlarını öndə apararlar. Və dediyimiz kimi, cənazəni daşıyan zaman sünnətdir. İndi inşallah hədisləri də oxuyacağım. Birinci dəfə sağ tərəfdən öndən götürmək. Yəni cənazə götürmək istəyən insan əvvəlcə cənazənin sağ tərəfindən öndən götürür. Cənazənin sağ tərəfi dediyimiz zaman əzizlər, cənazəni öz sağ çiyninə götürür. Yəni normalda cənazə arxası üstə uzandığına görə, o da cənazənin sağ tərəfi olur, götürənin də sağ tərəfi olur. Ona görə oradan götürür, 10 addım gedir. Ondan sonra çıxır, bir başqası keçir, həmin adam arxadan yenə sağ tərəfdən keçir, arxa ayaq tərəfindən yenə sağ çiynində olmaq şərtindən 10 addım yenə aparır. Ondan sonra keçir sol tərəfə, önə. Bu dəfə cənazənin ön tərəf, sol tərəfi sol çiynin üstə olur, 10 addım aparır. Ondan sonra keçir arxaya, arxadan yenə sol çiynin üstündə 10 addım gedir və toparlan 40 addım daşıması sünnətdir, çox böyük savabı vardır. Hədis şərifdə Əbu Ubeydənin Abdullah ibn Məsuddan rəvayət elədiyi hədis şərifdə deyir ki, Mən ittəbəə cənəzətən fəliyəhmil bicəvanibis sərir kullihə fəinnəhə minəs-sünnə thumma inşəə fəliyəttəvvə və inşəə fəliyəda. Cənazə daşıyan insan cənazənin 4 tərəfindən də daşısın. Çünki bu sünnətdəndir. Ondan sonra istəyər əlavə olaraq, sünnət olaraq daşıyar, istəyər də artıq yaxın getməz. Və fi hədisin Mən həmələ cənazətən 40 xutvətən kuffirət anhu 40 kəbirə. İmam Zeyləinin, Kasaninin və İbn Abbasdan rəvayət elədiyi hədis şərifdə deyir ki, kim bir cənazəni 40 addım daşıyarsa, onun 40 böyük günahı bağışlanır. Bu hədislərə görə cənazəni daşımaq sünnətdir və böyük savabı vardır. Daşıma şəklində dediyəzlər, artıq əlavə uzun danışmağa ehtiyac yoxdur. Sunənut təşyi'il cənazə, cənazəni daşıma sünnətləri. Əl-İsra bil cənazə, cənazə haqqındakı sünnət olan birinci şey tez cənazəni dəfn eləməkdir. Yəstəhibbul isra bil cənazə, ey fawqal məşil mu'tad və dunəl xəbəb, eyl ədvus səri li kərahətihi.
Çox təəssüflər olsun əzizlər. Bu kimi şeylərə riayət eləmirik və zaman-zaman bu kimi sünnətlərə həqiqətən də diqqət yetirmirik. Cənazənin daşımasının özünün belə sünnət üzrə şəkili var. Cənazə tez-tez aparılacaq. Yəni, 2 addımlarla. Nə həddən artıq asta-asta getmək olmaz, nə də qaçacaq qədər tez sürətlə getmək olmaz. Cənazəni 2 addımlarla aparmaq lazımdır. Çünki An Əbi Hureyrətə ənnə Nəbiyyə sallallahu aleyhi və səlləm qalə əsri'u bil cənazə fə in təku salihətən fə xeyrun tuqaddimunəhə və in təkun sivə dəlik fə şərrun tədəunə an riqabikum. İmam Buxarinin və İmam Müslimin rəvayət elədiyi hədis şərifdə Əbu Hureyrə, Allah ondan razı olsun, deyir ki, Resulullah sallallahu aleyhi və səlləm dedi ki, cənazəni daşıyarkən tez-tez daşıyın. Əgər xeyir əməl sahibi olarsa, onu bir an əvvəl o xeyir əməllərinin qarşılığına qovuşturmuş olarsınız. Yəni, axirətə çatdırmış olarsınız. Əgər başqa cür olarsa, çiyninizdən bir şərri yerə qoymuş olarsınız. Yəni, günah əməl sahibi olarsa və xeyir əməl, savab əməl sahibi olmazsa, o zaman tez bir sürətdə onu çiyninizdən yerə qoymuş olarsınız, deyir Resulullah sallallahu aleyhi və səlləm. Və kərahiyyətul xəbəb limə rava Abdullah ibn Məsud qalə səələnə Resulullah sallallahu aleyhi və səlləm an seyr bil cənəzə fəqalə dunəl xəbəb fə in yəkun xeyrən yuəccəl iləyh və in yəkun şərrən fəbəudən li əshabin nər. Xəbəb dediyim kimi əzlər asta-asta, yavaş-yavaş getməyə deyər. Və Abdullah ibn Məsud deyir ki, Resulullah sallallahu aleyhi və səlləmdən bu oxuduğum hədisdə cənazənin asta-asta aparılmağını soruşduq. Eyni Əbu Hüreyrənin rəvayət elədiyi sözü deyir Resulullah aleyhi və səlləm başqa ifadələrlə ki, əgər xeyirli bir insan olarsa, həmin cənazə ölmüş adam, onu savabına, əməlinin qarşılığına daha tez çatdırmış olarsınız. Başqa cür olarsa, Resulullah belə dua eləyir. Bu'dən li əshabin nər. Od əshabından, cəhənnəm əshabından uzaq olun. Hədis-i şərifi İmam Əbu Davud, Tirmizi və Beyhaqi rəvayət edib. Və istihbabul istra' bittifaqul ulama illə ən yaxafa minəl isra' inficaril meyit av təğyiruhu nəhvu fəyətəni. Və cənazənin tez sürətlə aparılıb dəfn olunması üləmanın müttəfiq olduğu məsələdir ki, tez aparıb onun nə qədər tez dəfn eləsən, bir o qədər savablıdır, dedilər. İttiba'ul cənazə. Cənazədə sünnət olan ikinci şey, cənazəni müşayiət eləmək. Yəni, dəfn olmağa aparılan insanın yanından hərəkət eləmək. Yəstəhibu ittiba'ul cənazə ittifaqən. Bu da füqahanın ittifaqınla müstəhəbdir ki, bir cənazəni dəfn eləməyə apararkən onun yanından getmək lazımdır. Limə ruvyə əl-bərra qalə əmərənə Resulullah sallallahu aleyhi və səlləm bittiba'ul cənazə və iyədətul mərid və təşmitul atis və icabətul da'i və nasrul məzlum. Bərra bin Azib, Allah ondan razı olsun, deyir ki, Resulullah sallallahu aleyhi və səlləm bizə cənazəni müşayiət eləməyi, xəstənin yanına gedib xəstəni yoluxmağı, asqırıb əlhamdülillah deyənə yərhəmukallah deməyi və dəvət eləyən, bir yerə dəvət eləyən insanın dəvətinə cavab verməyi və məzluma kömək etməyi əmr elədi. Hədis şərifi Buxari, Müslim və digər hədis üləması rəvayət eləyibdir. Və ittiba'ul cənazə sünnətun lirrical kəmə fil hədis əl-mütəqəddim məkruh lin-nisə. Cənazəni müşayiət eləmək kişilərin haqqında sünnət, qadınlar üçünsə məşruhdur. Limə ravahu əl-Buxari vəl-Muslim an Ummu Atiyyə radiyallahu anhə qalət nuhiyinə an ittiba'ul cənaiz və ləm yu'zəm aleynə ey ləm yüşəddət aleynə finnəhi və ləm yuhrəm aleynə əl-ittiba' və Ummu Atiyyə, Allah ondan razı olsun, rəvayət eləyir, deyir ki, cənazələrin müşayiət eləmək bizə qadağan olundu. Amma bu qadağan şiddətlə tələb olunmadı və bu bizə haram edilmədi.
Yəni burada qadınların cənazəni müşayiət etməsinin haram olması, qadağan olması deyilmir, məşruh olması bəyənilmədiyi söylənir və üləmanın görüşü də budur. Və rava İbn Məcə an Əli radiyallahu anhu qalə xaracə aleynə Rasulullah sallallahu aleyhi və səlləm fəizə nisvətun culus fəqalə mə yecliskunnə qulnə nəntaziril cənazə. İbn Macə Həzrət Əlidən rəvayət edir ki, deyir, bir gün Rasulullah sallallahu aleyhi və səlləm çıxdı və baxdı ki, bir neçə qadın oturublar. Və onlara dedi ki, nə oturursunuz, niyə gözləyirsiniz, nəyi gözləyirsiniz, niyə oturmuşsunuz burada? Dedilər ki, cənazə gözləyirik. Qalə, həl təğsilnə qulnə lə. Qalə, həl təhmilnə qulnə lə. Və Rasulullah sallallahu aleyhi və səlləm deyir, soruşdu ki, siz onu yudunuzmu? Yəni ona qüsül verdinizmi? Dedilər ki, deyir, yox. Və sonra soruşdu, siz onu daşıyacaqsınızmı? Deyirlər ki, yox. Qulnə lə. Qalə, həl tudəllinə fi mən yudlə, ey həl tənzilnə meyyid fil qəbir, qulnə lə. Resulullah sallallahu aleyhi ve sellem dedi ki, qəbrin cənazənin, meyitin cənazə qəbrə qoyulmasında iştirak edəcəksiniz, onları qəbrə mi yerləşdirəcəksiniz? Dedilər ki, yox. Qalə, fərci'nə mə'zuratin qeyri mə'curat. Ey aleykunnə əl-ithim və lə əcrə ləkunnə. Və Resulullah sallallahu aleyhi ve sellem dedi ki, geri qaydın, bu sizin üzərinizə günahdır, savab deyil. Yəni, gedib orada cənazədə iştirak eləmək, müşayiət eləmək, qəbristanlığa getmək sizə günahdır, savab deyildir. Və yutətəlləb ittibə'l cənazə umuran thələthə. Və cənazəni müşayiət eləyən zaman üç şeyə diqqət yetirmək lazımdır. Ən yusallə aleyhə. Qalə Zeyd ibn Thəbit, İzə salleytə fəqad qadeytəlləzi aleykə. 1. Cənazənin üzərinə namaz qılacaqsan. Yəni, cənazəni müşayiət eləmək məqsədin cənazə namazını qılmaq üçün olacaq. 1. Çünki Zeyd ibn Sabit deyirdi ki, cənazənin üzərinə namaz qıldınsa, üzərində olan haqqını, borcunu ödədin. Və ən yətbə'hə iləl qəbir. ثم يقف حتى تدفن لحديث أبو هريرة من تبع جنازة فصلى عليها فله قيراط وإن شهد دفنها فله قيراطان القيراط مثل أحد. Cənazə namaz qılandan sonra dəfn olunana qədər onu müşayiət eləmək, yəni müşayiət eləyib qəbristanlığa gedib dəfrində iştirak eləmək. Çünki Əbu Hüreyrə Allah ondan razı olsun deyir ki, rəvayət elədi ki, Rasulullah dedi ki, kim cənazənin müşayiət eləyib onun üzərinə namaz qılarsa ona bir qirat savab vardır. Kim cənazənin üzərinə namaz qılar, ondan sonra dəfn olunmaq üçün onunla birlikdə, yəni qəbristanlığa qədər gedər və onun dəfnində də iştirak eləyərsə, ona 2 qirat vardır. Ondan sonra da Əbu Hüreyrə qiratı izah edir, deyir ki, qirat mitlə Uhud. Bir qirat Uhud dağı böyüklükdədir. Yəni, 2 Uhud dağı böyüklükdə savab yazılar cənazəni müşayiət eləyib, üzərinə namaz qılıb dəfn eləyən kəsə. Ən yəqfə bə'də dəfin fəyəstəğfirə ləhu və yəsəlallah ləhu təthbit və yəd'u ləhu bir rəhmə. Fəinnəhu ruviyə anin nəbi sallallahu aleyhi və səlləm ənəhu kənə izə dəfənə meyyitən vəqafə və qalə istəğfiru ləhu və əsəlullah ləhu ət-təthəbbut əv təthbit fəinnəhu l'ənə yusəl. Və rava an İbn Umar ənəhu kənə yəqra ində bə'də dəfin əvvəlül bəqərə və xatimətuhə. Üçüncüsü, cənazə dəfn olunandan sonra əzlər, yəni qəbrin üstü örtüləndən, torpaqlanandan sonra azacıq biraz dayanıb, onun üçün, yəni dəfn olunan üçün dua eləmək və ona Allahdan rəhmət diləmək. Üçüncü, yəni tələb olunan haqlardan, sünnətlərdəndir. Çünki Resulullah sallallahu aleyhi və səlləm bu şəkildə dayanıb ölüyə, dəfn olunana dua elədiyi rəvayət olunur. Və deyir ki, yəni hədis şərifdə Resulullah buyurur ki, Əbu Davudun və hakimin səhi sənətinə rəvayət elədiyi hədisdə İstəğfiru ləhu, yəni dəfn olunan üçün istiğfar eləyin. Onun bağışlanması üçün dua eləyin. Vəsəlullahu ləhu təthbit və ona səbat göstərməyi Allahdan istəyin. Yəni qəbir mələklərinin sorğu-sualına səbat göstərə bilməsini, Allahın ona ilham etməsini Allahdan istəyin.
فَاِنَّهُ الْاَنَ يُسْأَلْ Çünkü bu saat o sorğu suala çəkilir, dedi Resulullah. Və həmçinin İbn Ömərdən rəvayət olunur kəzlər, qəbrin dəfindən sonra, qəbrin yuxarı tərəfində Fatihə surəsi, Bəqərənin əvvəlini, aşağı tərəfində də Bəqərənin sonunu oxuyardı. وَرَبَ مُسْلِمْ عَنْ عَمْرِ بْنِ الْعَاصِ أَنَّهُ قَالَ إِذَا دَفَنْتُمُونِي فَأَقِيمُوا بَعْدَ ذَلِكَ حَوَلَ قَبْرِي سَاعَةً قَدْرَ مَا تَنْحَرْ جُزُورٌ فَيُفَرِّقُ لَحْمُهَا حَتَّى أَسْتَأْنِسْ بِكُمْ وَأَعْلَمْ مَاذَا أَرْجِعُ رَسُولُ رَبِّي Və Amr ibn As vəsiyyət eləyib əzlər, deyir ki, mən öldüm, məni dəfn eləyəndən sonra bir dəvəni, cüzur bir dəvənin 3-5 yaşında, dəqiq yadımda deyir, olan dəviyə dərəzlər, bir dəvəni kəsib, soyub, ətini doğrayıb dağıdacağınız müddət qəbrimin başında dayanın. Çünki ona qədər mən sizin orada dayanmağınızla özüm təskinlik tapacağım və Rəbbimin rəsullarına nə cavab verəcəyini özümü toparlayıb biləcəm deyə Amr ibn As belə bir vəsiyyət eləyib. Bunu da Müslim rəvayət eləyir əzlər. İmam Müslim öz kitabında rəvayət eləyir. İndi isə əl-xuşu və təfəkkür bil-mevt. Dəfində iştirak eləyən zaman sakit və təfəkkür və xuşu içində olmaq. Yestəhibbu limutbi'il cənazə ən yəkuna mutəxəşşiən mutəfəkkirən fi məəlihi. İtirdiyimiz məsələlərdən biri də budur əzlər. Cənazədə iştirak eləyən insan özünün axırını düşünməlidir. Bir gün onun da üzərinə cənazə namazı qılınacağı, bir gün onun da üzərinə insanların toplaşıb, aparıb qəbrə qoyacağını və qəbirdən sonraki həyatında nə olacağını düşünməlidir. Və bimə yəsir iləyhil meyyit və lə yətəhəddəs bi əhədith əd-dünya və lə yədhaq. Cənazə müşayiətində iştirak eləyən insan dünya sözü danışıb gülməməlidir. Bəli. Qalə Sə'd ibn Muaz Mə təbi'tu cənazətən fəhuddistu nəfsi bi qeyri mə huvə məf'ulun bihə. Sə'd ibn Muaz deyir ki, cənazə, elə bir cənazə olmadı ki, mən onun dəfnində iştirak edeyim və o cənazənin halını özümdən soruşmuyum. Daima cənazədə iştirak eləyəndə özümü qoydum o cənazənin yerinə, başlayırdım özümü sorğu suala çəkməyə, deyir Sə'd ibn Muaz. وَرَعَ بَعْدُ السَّلَفِ رَجُلًا يَدْحَكُ فِي جَنَازَةٍ فَقَالَ أَتَدْحَكُ وَأَنْتَ تَتْبَعُ الْجَنَازَةَ لَا أُكَلِّمُكَ أَبَدًا. Keçmişdə cənazədə, yəni yas yerində gülən bir adamı sələfdən bir kəs görür və deyir, cənazə mərasimində sən özün də gülürsən, mən bundan sonra səninlə danışmayacağım. Əbədiyyən. Beləzdir. Cənazə mərasimində gülmək, cənazə mərasimində dünya söhbətini eləməyi sələf heç sevməzdi və belə davranış eləyənlə danışmazdılar ki, sən cənazənin haqqını əda eləmirsən. Sitru nə'şul mər'a, qadının cənazəsini örtmək. Yendubu indəl məlikiyyə və şafi'iyyə və hanabilə sitru nə'şul mər'a buqiyyətən təc'alu fawqa zahrin nə'ş. تعمل من خشب أو جريد نخل أو قصب لأنه أبلغ في الستر. قال بعضهم أول من اتخذ له ذلك زينب بنت جحش أم المؤمنين. وقال ابن عبد البر فاطمة بنت رسول الله صلى الله عليه وسلم أول من غطى نعشها في الإسلام ثم زينب بنت جحش. Qadının cənazəsi daşınan zaman əzlər, qadının cənazəsini örtmək məndubdur. Yəni necə qadının cənazəsini örtmək dediyimiz zaman nə başa düşürük? Bugün bizim Bakı zonasında xüsusilə o yaygınlığı var. Cənazələrin üstündən belə dəmirdən örtüyorlar, üstünə də bir örtü tutarlar.
Bax, o qadınların örtülməsi üçündür. İlk dəfə bunu eləyən bir rəvayətdə Zeynəb bint Cəhş, Resulullah sallallahu əleyhi və səlləmin xanımı, anamız Zeynəb bint Cəhş olduğunu rəvayət eləyirlər və digər İbn Abdülbər deyən mühəddis isə ilk dəfə bunu Fatimə anamızın, Resulullahın qızı Fatimə bint Məhəmmədin elədiyi, vəsiyyət elədiyi, onun dəfni zamanı bunun üstünə bu şəkildə örtü tutulduğu, ondan sonra isə Zeynəb bint Cəhşin üzərinə tutulduğu rəvayət olunur. Həmçinin əzizlər, cənazə qadın olan zaman qəbrə endiriləndə yaxınında ona məhrəm olanlardan başqasının dayanması bəyan edilir və eyni zamanda onun qiblə tərəfinə bir pərdə tutulub, qadını pərdənin arxasında qəbrə endirmək də məndubdur, ədəbdəndir qadının örtük əhli olması səbəbilə. Əl-məşyu əməməl cənazə. Yusinnu indəl fuqaha'ul hədis əl-məşyu əməməl cənazə və biqurbiha biheythu yaraha in iltafata li'annahu idha ba'da lam yakun ma'aha والمشي أمامها لما روي ابن عمر أنه رأى النبي صلى الله عليه وسلم وأبا بكر وعمر يمشون أمام الجنازة ولأن المشيع شفيع للميت والشفيع يتقدم على المشفع له. Fuqaha cənazənin önündə getməyi sünnətdən saydılar əzizlər. Cənazənin önündə getməyi sünnətdən saydılar. Amma o şəkildə ki, çevriləndə, azacıq belə çevriləndə cənazəni görəcək. Bu da belə izah olunur ki, cənazə ilə eyni səviyyədə getməyi sünnətdən gördülər. Və o keçən dəfə də dedim, cənazənin arxasınca və önüncə getmək məsələsində, yəni təkrara ehtiyac yoxdur. Qala Ubadah ibn Samit, kana Rasulullah sallallahu aleyhi ve sellem yaqumu fi cenaze hatta tuda'a fil lahd, famarra hibr alim min al-yahud, faqala hakaza naf'al. Fajalasa Rasulullah sallallahu aleyhi ve sellem ve qala iclisu khalifuhum. Ve sarraha al-Maliki bi karahati al-qiyam li cenaze li'annahu laysa min amali as-salaf. Bugün riayət olunmayan əməllərdən, sünnətlərdən biri də bu dəzdir. Cənazə qəbristanlığa çatanda, dəfn əsnasında müşayiət eləyənlərin ayaq üstə dayanması. Ubadah ibn Samit rəvayət eləyir, Əbu Davud, İmam Tirmizi, İbn Macə və Beyhaqi öz kitablarında yazıblar. Ubadah ibn Samit deyir ki, bir dəfə Resulullah sallallahu aleyhi ve sellemlə bir cənazə dəfnində iştirak eləyirdik və hamımız ayaq üstə idik. Və bu zaman Yahudi hibirlərindən, Yahudi alimlərindən bir alim oradan keçirdi. Və belə bizə baxdı, dedi ki, biz də belə eləyirik. Ondan sonra Resulullah sallallahu aleyhi ve sellem göstəriş verir, dedi ki, hamınız oturun, onlara müxalif olun. Ona görə də cənazə dəfn olunan zaman müşayiət eləyənlərin oturması sünnətdəndir. Və ədəmü culusul müşəyyi'in həttə tuda'al cənazə. El-müstəhəb limən yettəbi'u cənazə əllə yeclisə həttə tuda' an a'naqir rical. Li'annahu qad taqa'ul hacə ilə ta'avun vəl-qiyam əmkən minhu. Lihadis İzə ra'aytumul cənazə fəqumu ləhə və mən ittəbə'ə fələ yeclis həttə tuda' ey fil ard kəmə fi rivayəti Əbi Davud. Və bunu da bilmək lazım gəzizlər, cənazə yerə qoyulmamış oturmaq olmaz. Bir, cənazəni müşayiət eləyənlər cənazə dəfn olunana qədər oturmalıdır. Amma cənazə çiyinlərdən yerə qoyulandan sonra, cənazə çiyinlərdən yerə qoyulandan sonra 5-3 nəfər kim onun dəfninə məşğul olacaqsa onlar məşğul olacaq, gerdə qalan insanlar oturmalıdır. Çünki cənazə yerə qoyulmadan oturmağı İmam Əbu Davudun rəvayət elədiyi hədis şərifdə Resulullah sallallahu aleyhi və səlləm mən eləyib, icazə verməyibdir. Məkruhatul cənazə. Cənazəni müşayiət eləyən zaman işləməsi məkruh olan əməllər. Təxirus salah və dəfn li ziyadətil musallin əv li yusalli aleyhi cəm'un azim bə'də salatil cüm'ə. Cənazənin üzərinə namaz qıldırmağı və
dəfn eləməyi gecikdirmək məkruhdur. Məsəl üçün, bir cənazə hazırdır, dəfn olunacaq, üzərində namaz qılınaq, deyək ki, namaz da qılınıbdır, amma cümə günüdür. Deyək ki, cümə günü sübh tezdəndən hazırlandı, yuyuldu, cümə namazını səhər-səhər cəmaat namazı üzərinə qıldı, cənazə namazını qıldılar. İndi bu dəfə cümə namazına cəmaat çox yanalır axırı. Cəmaat daha çox cəmaat olsun və üzərinə daha çox cəmaat namaz qılsın deyə bir mərhumu günortaya cümə namazından sonrasına qədər dəfn eləməyib gecikdirmək məkruhdur, olmaz. Lil xəbər sahih, səhih xəbərə görə əsri'u bil cənazə və cənazəni tez bastırın, tələsin, cənazəni dəfn eləməyə tələsin hədis-i şərifinə görə. İkincisi, culus qablə vad'ul cənazə aləl ard. İkincisi, dediyimiz kimizlər, cənazənin çiyinlərdən yerə qoyulmamış oturmaq. Yəni, cənazə çiyinlərdən yerə qoyulmamış oturmaq məkruhdur. Əvvəl, yenicə dedik. Üçüncüsü, ər-rukub. Sünnətun əllə yərkəb. Lənnə nəbiyyə sallallahu aleyhi və səlləm mə rəkəbə fi eid vələl cənazə. Minikdə olmaq. Təbii, bu belə başa düşülməlidir. İndi bu saat onsuz da cənazəni müşahidə eləyəndə istər-istəməz minikdən istifadə eləyirik. Yol uzaqdır, nə bilim nədir? Cənazə çiyinlərdə olan zaman, bir cənazə çiyinlərdə daşınan zaman bir başqasının maşında mı olsun, digər minək heyvanında mı olsun, o cənazəni müşahidə eləməsi məkruhdur, bəyənilməz. Düşüb piyada gedəcək. Amma cənazəni də maşına qoyub və hamı maşına oturub qəbristanlığa gedirsə, burada bir məhsur yoxdur, çünki bu zərurətdir. Amma ən yaxşısı və ən ölüyə hörmətli olanı əzdər, bacardığı qədər çiyində çox daşımaqdır. Çünki dedik ki, çiyində daşımaq müsəlmana və dünyasını dəyişmiş insana edilən sonuncu hörmətlərdəndir ki, ahirətə köçən zaman bunlar olunur. Və qalə Thawban, bu barədə Thawban, Allah ona razı olsun, deyil. Xarəcnə mə'ən nəbi sallallahu aleyhi və səlləm fil cənazə. Resulullah aleyhissalatü vesselam'la deyil, bir cənazəni müşahidə eləməyə çıxdıq. Fəara nəsən rukbənən və Resulullah minəkdə, yəni müşahidə eləyən insanlar gördü. Fəqalə, ələ təstəhiyyun və Resulullah deyil, o minəkdə müşahidə eləyənlərə deyil ki, heç utanmırsınız. İnnə mələikətəllah alə əqdamikum və əntum alə zuhurid dəvab. Allahın mələkləri sizin ayaqlarınızdan aşağı, yəni yerdə hərəkət edirlər, siz də öz minəklərinizin üstündəsiniz deyə Resulullah onlara deyir, itap elədi. Hədis şərifi İbn Macə və Tirmizi rəvayət edib. Əmmə rukub fir-rucu' fələ bə'sə bihi li hədis Cabir ibn Samurə ənə nəbiyyə sallallahu əleyhi və səlləm utiyə bi farasin mu'rav فَرَكِبَهُ حِينَ اِنْسَرَفْنَا مِنَ الْجَنَازَ اِبْنُ دَحْدَى وَنَحْنُ نَمْشُ حَوْلَهُ. Amma dəfn edilib qurtarandan sonra geri qaydanda minəyə minməkdə bir ehtiyac, bir müşkül yoxdur. Dediyim kimi əzlər, kənd yerlərində, rayon yerlərində bacardığı qədər cənazəni çiyinlərdə daşımaq lazımdır. Hətta şəhər yerində qəbristanlıq 1 kilometr, 2 kilometr məsafədədirsə, yenə cənazəni çiyində daşımaq sünnətdəndir. Uzaq olar, daşımaq mümkün olmazsa təbii, o zaman maşından və yaxud digər şeydən istifadə eləmək olar, caizdir. Dördüncüsü, cənazə əsnasında məşruh olan dördüncü əməl. Əl-lağat, ey raf'u savt bi-zikr av qira'a av siyah xəlfəl cənazə. Dördüncüsü, cənazə zamanı yüksək səslə zikr eləmək, təkbir gətirmək, ağlamaq və cənazə müşahidə olan zaman yüksək səslə Qur'an oxumaq məşruhdur əzizlər. Olmaz. Cənazəni sakit, hüzün və xuşu içərisində müşahidə eləyəcəksən. Lənnə səmi'a İbn Ömər qailən yəqul İstəğfiru ləhu qəfərəllahu ləkum fəqalə lə qəfərəllahu ləkə. Çünki bir nəfər Həzrət Ömərin zamanında
cənazəni apararkən yüksək səslə bir qışqırdı ki, mərhumun bağışlanması üçün Allah Subhanahu Taala'dan bağışlanma, istiğfar diləyin. Və Həzrət Ömər də geri ona dedi ki, Allah səni heç bağışlamasın. Və karihəl Həsən və qeyruhu li qawlihim istəğfiru li əxikum. Ona görə də əzizlər, bu şeydə dəfn olunan zaman bəzən müşayiət edirik, Allah əf eyləsin, Allah islah eləsin. Soruşur, qardaşınızın haqqında dua eləyin, qardaşınızın nə bilim nə eləyin deyə, bəzi bir şeyləri deyirlər ki, bəyənilməz. Bəyənilməz və xoşa gələn şey deyil, məkruhdur. السواب ما كان عليه السلف من السكوت في حال السير مع الجنازة والاشتغال بالتفكر والموت وما يتعلق به كما أبنته وما يفعله جهالة القراء بالتمطيد وإخراج الكلام عن موضعه فحرام يجب إنكار. Səhih olan sələfin yolunu gedib cənazəni müşayiət eləyən zaman sükut içərisində təfəkkür eləyərək özünün gedəcək yolun gözlədiyini, o yolu özünün də gedəcəyini düşünüb, o kimi yüksək səslə zikir və vəsa kimi şeyləri eləməməkdir. Məkruh olan digər bir əməl. İttiba'ul cənazə binər fi məcmərə, buxur əv qeyrihə, limə fihi minət təşəumul qəbih bi ənə min əhlin nar və li xəbər Əbi Davud la tətbə'ul cənazə bi sovtun və lənar. Çox önəmli bir məsələdir əzizlər. Bəzi yerlərdə mən müşahət eləmişəm və bəzi yerlərdə bu adətlər hələ də var. Bir mərhum dəfn olunandan sonra onun qəbrinin üstündə ocaq qalayarlar. Bəzi yerlərdə var, mən bunu özüm şahid olmuşam, görmüşəm. Olmaz. Qətiyyən olmaz. Çünki dediyimiz kimi oxuyur, cənazəni bu kimi şeylərlə, hətta buxur tüstü verən, xoş qoxu yayan bir şeylə daşınması məkruhdur. Bir halda ki, bu daşınma məkruh ola, aparıb qəbrin üstündə alov qalamaq, bu heç olacaq bir şey deyil. Bunu rast gəlinən yerlərdə mən eləmək, qadağan eləmək lazımdır. Altıncısı, ittiba'ul nisə vəl-cənaiz. İttiba'ul nisə əl-cənaiz. Qadınların cənazəni müşayiət etməsi. Bunu da bayaq izah elədik və burada da deməsində fayda var. Limə rəvə an ummi Ətiyyə qalət nuhina an ittibə'l cənazə və ləm yu'zəm aleynə. Ki, Ummu Atiyyə, Allah ona razı olsun, deyir ki, bizə cənazəni müşayiət eləmək qadağan olundu, amma şiddətlə qadağan olunmadı. Buradan da haram olmayıb, məşruh olduğunu başa düşürük. Hukmu dəfn və tə'ciluhu. Dəfn eləməyin hökmü və təkrar bir də vurğuluruq, tezləşdirilməsini. Yəni, dəfni tez eləməyin hökmü və dəfnin özünün hökmü. Əcmə'əl fuqaha alə ənə dəfnil meyyit fardu aləl kifəyə liənnə fi tərkihi aləl vəçil art hətqən li hurmətki və yətəəzzin nəs min raihətihi vəl-əsli fi qovli taala ələm nəcəllərdə kifətən əhyəyən və ənvətə vəl-kəft əl-cəmi' və qovli subhana minə dəfn habil فبعث الله غرابا يبحث في الأرض ليري كيف يواري سوءة أخيه وقوله ثم أمانه فأقبره أماته فأقبره. Oxuduğum ayət-i kərimələrə əsasən ölmüş bir insanın dəfni fərz-ü kifayədəzdir. Sünnət, müacib yox, fərz-ü kifayədir. Ölmüş bir insanın üzdə qalması, bir insan, bir müsəlman ölər, üzdə qalarsa, dəfn olunmazsa, onun ölümündən xəbərdar olan hamı günahkar olar. Niyə? Çünki Allah ayət-i kərimədə buyurur, Ələm nəcəlil arda kifətən, əhyəən və ənvatə. Biz yeri kifət, dirilər və ölülər üçün kifət eləmədiyimi. Kifətən, yəni örtücü, qəbri mənasında. Cəm eləyən, hamısını öz içərisinə yığan mənasında. Və fəbə'athallahu ğuraban yebhatu fil ard liyuriyahu keyfe yuvari sav'ata axihi. Və Adəm əleyhissalamın oğlunun qissəsində qarğanın öldürdüyü qarğanı dəfn eləməsi üçün yeri dimdiyi ilə eşdiyini göstərir ki, və Allah açıq-aşkar kitabında deyir ki, Qabilə göstərmək üçün ki,
qardaşını necə dəfn eləməlidir. Yəni qarğanı Allah xüsusi olaraq göndərdi və dəfni öyrətdi. Və 3-cü ayədə "Thumma amatahu fa akbara." Ondan sonra Allah Subhanahu taala insanı öldürür və dəfn eləyir ayəsidir ki, bu ayələrə əsasən ölmüş bir insanın dəfn olunması fərz-ü kifayədir. Yeri gəlmişkən deyə əzizlər, hər necə olursa olsun, hər necə izah olunursa olunsun, İslam şəriətində kremasiya dərlər, yəni öz el aramızda demək olsaq, yandırmaq caiz deyildir. Allah bizi elə imtihana çəkməsin inşallah. Şəhərlərin böyüməsindən, nə bilim, yerin daralmasından bəzi müəyyən yerlərdə eləyirlər bunu artıq. Bəzi böyük şəhərlərdə bunu eləyirlər və insanları məcbur eləyirlər ki, buna geçsinlər. Allah bizi elə bir imtihana çəkməsin inşallah. وَالْأَفْضَلْ أَنْ يُعَجِّلَ تَجْهِيزُ الْمَيِّتِ وَدَفْنُ مِنْ حِينِ مَوْتِهِ لِلْحَدِيثِ الْمُتَقَدِّمِ إِسْرَعُوا بِالْجَنَازَةِ. Və bir insanın nəfəsi ağzından çıxdı, dünyasını dəyişdiyinə əmin olundu, artıq öldüyü dəqiq bilindi, ondan sonra o insan haqqında məşğul olunması ən önəmli iş onun dəfnidir. Onun dəfninlə məşğul olmalı və onun dəfnini sürətləndirməlidirlər. وَالدَّفْنُ فِي الْمَقْبَرَ أَفْضَلِ. Ümumi qəbristanlıqda dəfn eləmək daha fəzilətlidir. لِأَنَّ النَّبِيَّ sallallahu aleyhi ve sellem كَانَ يَدْفَنُ الْمَوْتَى بِالْبَقِي. Çünki Nəbi aleyhissalatu vesselam ölənləri Bəqi qəbristanlığında dəfn eləyirdi. وَلِأَنَّهُ يُكْثِرُ الدُّعَى لَهُ مِمَّنْ يَزُورُهُ. Çünki qəbristanlığa dəfn olunan zaman ora ziyarətə gələnlərin duasından onlar da pay almış olur. وَلِأَنَّهُ أَقَلُّ ضَرَرًا عَلَى الْأَحْيَاءِ مِنْ وَرَثَتِهِ وَأَشْبَهُ بِمَسَاكِنِ الْآخِرَةِ. Və yəni ümumi qəbristanlıqda dəfn eləmək insanların qiyamətdə, axirətdə bir yerə cəm olmasına da bir nişandır, bir xatırlatmadır əzlər. Əd-dəfn fil buyut. Evlərdə dəfn eləmək. Yəni, bugünkü sözlə demiş olsaq, məqbərələrdə dəfn eləmək. Yəcuzu və lə yuhramu dəfn fil beyt. Lənnə Nəbiyyə sallallahu və səlləm dufinə fi hicrəti Aişə radiyallahu anhə. Ölmüş bir insanın evində dəfn olunması, məqbərədə dəfn olunması caizdir, haram deyildir. Çünki Resulullah sallallahu və səlləm Aişə anamızın hücrəsində dəfn olundu. Lakinnə əd-dəfnu fil buyut li qeyrin nəbi və ləv lissiqat və məkruh li ixtisasi bil ənbiyə aleyhimussalatu və sələm. Resulullah sallallahu aleyhi və səlləmin evdə dəfn olunması sadəcə Resulullah sallallahu aleyhi və səlləmə məxsusdur əzizlər və peyğəmbərlərə məxsusdur. Ona görə də caizdir, amma məkruhdur. Başqasının öz evində və yaxud məqbərədə dəfn olunması, xüsusi bir məqbərə tikilib, orada dəfn olunması caizdir, amma məkruhdur. Necə əvvəlcə də oxuduq ki, ümumi qəbristanlıqda dəfn olunması daha fəzilətlidir. Və yukrahu dəfn fil qubəb və nəhvə minəl buyutul muaqqadə lil cəmaə li müxalafəti sünnə. Və təkrar bir də deyirik ki, qəbristanlıqlarda, ümumi qəbristanlıqlarda xüsusi məqbərə tikib, o məqbərədə dəfn eləmək də məkruhdur. Çünki ümum üçün ayrılmış bir yeri zəbt eləmək insanların haqqına təcavüz eləmək olur. Əd-dəfnu fil buqa'əş-şərifə. Hörmətli yerlərdə, şərif, yəni xüsusi yerlərdə dəfn olunmağın hökmü. Yəstəhibbu dəfnu fi afdalul məqbərə və hiyəlləti yuktir fiyhə salihun və şühədə litənələhu bərəkətəhum. Bir insanın, salihlərin, şəhidlərin, üləmanın dəfn olunmuş olduğu qəbristanda dəfn edilməsi müstəhəbdir. Çünki onların bərəkətindən ona da pay düşəcəkdir. Və kəzəlkə fi buqa'uş şərifə, həmçinin hörmətli yerlərdə dəfn olunması. Raval Buxari vəl Muslim an Musa aleyhissələm ləmmə hadarahul mevt. Sə'alallahu təala ən yudniyəh iləl ardil müqəddəsə rimyətə bi həcər. Qalə Nəbi sallallahu aleyhi ve sellem lav kuntum thəmmə lə rəəytukum qəbrəhə ində kəthibul əhmər.
Və hədis şərifdə İmam Buxari və İmam Müslimin rəvayət elədiyinə görə Resulullah sallallahu aleyhi ve sellem deyir ki, Musa aleyhisselam deyir, Allaha dua elədi. Dedi ki, ya Rəbbi, məni bir əllə daş atacaq məsafə qədər müqəddəs torpaqlara yaxın yerdə canımı alayına. Yəni, bir insanın götürüb daşı atacağı məsafə nə qədirdirsə, o qədir məni ora yaxınlaşmağı nəsib elə və mənim canımı orada al. Buradan bir şey də başa düşür əzizlər. Həzrəti Əbu Bəkirin Resulullah haqqında dəfn olunması haqqında rəvayət elədiyi hədisi gücləndirən bir hədisdir. Nədir o? Peyğəmbərlər canlarını tapşırdıqları yerdə dəfn olunarlar. Yəni Musa aleyhisselam da nə deyir? Məni oraya yaxınlaşdır ki, orada dəfn olunum, bir daş atmaq qədər yaxın olsun Beytül Müqəddəsə. Və Resulullah bu hədisi danışandan sonra deyir ki, orada olsaydım, yəni hamımız orada Musa aleyhisselamın yerində, qəbrinin yanında olsaydıq, mən onun yerini sizə göstərərdim. Buradan da başa düşürük ki, şərəfli yerlərdə, müqəddəs yerlərdə dəfn olunmaq fəzilətlidir. Cəm'ul əqarib fi muvdi'in vahid. Qohumların bir-birinin yanında dəfn olunması. Yəstəhibbu ən yəcmə'al əqarib fi muvdi'in vahid. Bu qohumların bir-birinə yaxın yerdə dəfn olunması da müstəhəbdir. Liənnə Nəbiyyə sallallahu aleyhi və səlləm tərəkə ində rasi Osman ibn Məzun saxrətən. Fəqalə ətəalləmu bihə qabri əxi və ədfənu iləyhi mən mətə min əhli. Resulullah sallallahu aleyhi və səlləm süd qardaşı Osman ibn Məzunu dəfn eləyəndən sonra qəbrinin başının üstünə, yəni baş tərəfinə bir daş dikdi. Balaca belə bir atma daş və o daşı dikəndə də dedi ki, bu daşla qardaşımın qəbrini tanıyacağım və ailəmdən, əhlimdən dünyasını dəyişənləri yanına dəfn eləyəcəm. Buradan da başa düşürük ki, ailə əfradını, qohumları bir yerdə dəfn eləmək də sünnətdəndir və müstəhəbdir. Güman edirəm ki, namazımızın vaxtı çatdı. İnşallah dərsimizi burada saxlayaq. Allah sağ saxlayarsa, qaldığımız yerdən davam eləyəcək. Sual soruşmaq istəyən qardaşlar varsa eşidirəm. Hocam, olur ki, cənazə elə bir şey, məhrumun cənazə namazı qılınandan sonra cənazəni 3 dəfə qaldırıb qoyurlar. Aha, adətdir. Adətdir. Mən elə bir şeyləri oxumamışam nə kitablarda, nə heç yerdə rastıma gəlməyib, hikmətini də bilmirəm. Cənazəni 3 dəfə qaldırıb qoymasının hikmətini bilmirəm. Selamun aleyküm. Və aleyküm səlam. Hacım, mən sadəcə bu başqa bir şey soruşacaqdım. Nə? Biz məsələn Həzrət Öməri, Həzrət Əbubəkri özümüzə yəni ki bir örnək bilirik. Hə. Onun bu bəzi əhl-i şiə... Yox, dərsimizlə əlaqədər mümkün. Dərsdən əlaqə inşallah gələrsən, orada söhbət eləyək otaqda. Oldu mu? Allah razı olsun. Biz Həzrət Ömər və Həzrət Əbubəkir gözümüzün ışığıdır, biz onları sevirik. Kim nə deyir desin? Bəli. Subhan rabbika rabbil izzati amma yasifun və salamun alel murselin və elhamdülillahi rabbil alamin. Esselamu aleyküm və rahmetullah.